Salam hər kəsə. Bu gün sizlə bir yerdə Alman dilində ən çox müzakirə olunan və Alman dilinin qrammatikasının təməl olan hissəsi artikel mövzusuna danışacağıq. Artikel nədir? Artikellar əsasən isimlərin qarşısında istifadə olunan kiçik sözlərə deyilir. Yəni Azərbaycan dilinin qrammatikasının yad bir qrammatikadır. Normalda biz Azərbaycan dilində hər bir cismə olsun, ya da insanlara xitaban dedikdə biz onları cinslərə görə fərqləndirmirik təbii ki. Amma Alman dilində isə bu belə deyil. Misal üçün biz stul deyiriksə, Alman dilində biz onu mütləq olaraq artikellə istifadə etməliyik, hətta cinsinə görə. Və yaxud da kişi deyiriksə, baxın, kişi adam mənasına gələn, baxın bu ifadə. Deyaman. Görürsünüz, bunu biz qarşısında nə vermiş olduq? Artikel. Artikel dediyimiz hissə, baxın bu sözdəki, baxın bu üç hərfdən ibarət olan kiçik sözlə deyirik biz artikel. Der. Baxın, Frau onlarda xanım deməkdir. Artikeli did. Artikel mövzusunu bilmək üçün ilk öncə biz cinslərə baxmalıyıq. Görək, cinslərimiz hansılar? Maskulin bizdə kişi cinsi olaraq ifadə edirik. Baxın, kişi cinsi. Kişi cinsində daha sonra biz qadın cinsini feminin olaraq ifadə etmiş oluruq. Feminin qadın cinsi. Daha sonra orta cinsi biz neutral canslar və orta cins. Və son olaraq cəm isimləri hansı ki plural olaraq qeyd olunur. Cəm. İndi kişi cinsində hansı artikellardan biz istifadə edirik? İlkin olaraq müəyyən artikel. Birinci müəyyən artikelları yazırıq. Qabaqsan bilək ki, biz müəyyən artikel dedikdə nə başa düşürük? Müəyyən artikel dediksə biz əgər cümlənin daxilində konkret bir hansı ki ismi nəzərdə tutulub burada. Yəni nə demək istəyirəm? Müəyyən artikellar biz kişi cinsində der olaraq ifadə edirik. Sonra hətta müəyyən artikelların adı bestimmte artikel olaraq ifadə edirik. Bestimmte artikel. Və bestimmte artikeli hansı ki kişi cinsində biz der olaraq ifadə edirik. Qadın cinsində hansı ki qeyri-müəyyən artikelları biz, baxın burada yazıraq, di olaraq ifadə etmiş oluruq. Daha sonra biz hansı ki orta cinsləri isə biz das olaraq ifadə edirik. Sonra cəm isimləri müəyyən artikelini biz di plural olaraq qeyd etmiş oluruq. İndi müəyyən artikeli biz ifadə edək ki, bu şəkildə müəyyən artikeldə biz nə başa düşürük? Hansı ki, konkretdir, tanınan, artıq məlum olunan bir şey bizə bildirir. Yəni, hər hansı, hansı insanı, əşyanı və ya yer olduğu bildirdiyimizi ifadə etdikdə biz müəyyən artikeldən istifadə etmiş oluruq. Misal üçün, biz buna deyə bilərik, dermanı demişik. Misal üçün, der Lehrer, yəni der Lehrer ist nett. Müəllim mehribandır. Kim? Müəllim. Baxın, bu Lehrer dediyimiz hansı ki müəllimi artıq biz konkret olan, yəni tanınan, artıq bizə məlum olan bir ismi, yəni insanı biz bildiririk biz burada. Amma bir də var bizim qeyri-müəyyən artikellarımız. Bəs qeyri-müəyyən artikellar nə vaxt işlənir? Baxın, kişi cinsində qeyri-müəyyən artikel bizdə aynı olaraq ifadə edirik. Qadın cinsində biz aynı olaraq ifadə etmiş oluruq. Orta cinsdə isə biz aynı olaraq ifadə edirik. Qeyri-müəyyən artikelin cəm hissəsi isə yoxdur. Bəs qeyri-müəyyən artikel nədir? Bunlar isə naməlum, qeyri-müəyyən, ilk dəfə bəhs edilən bir şey bilir. Yəni, bir mənası verir. Amma biri biz burada say olaraq götürmürük. Yəni, qeyri-müəyyənlik bildiririk, misal üçün. Misal üçün, kişi cinsində demək istəyirəm ki, bir kişi, bir adam. Ein man deyirik onda. Ein man. Və yaxud qadın cinsində, misal üçün, qeyri-müəyyən artikeldən birini götürürüm. Misal üçün, eine Frau. Eine Frau. Orta cinsdə biz götürmək istəyiriksə əgər, ein
Kind. Bir uşaq mənasını verir. Yeri gəlmişkən isimlər cümlədə həmişə ilk hərfləri böyük yazılır. Mən düzdür burada artikelləri böyük yazdım. Bu şriftdən əlaqədar bir şeydir. Amma siz yəni yadda saxlayın ki, isimlərin ilk hərfləri cümlədə həmişə böyük yazılır. Bundan əlavə olaraq da cəm isimlərə aid bildik ki, qeyri-müəyyən artikelimiz yoxdur. Ümumi şəkildə xülasə olaraq bir dəfə deyək ki, müəyyən artikel biz nə zaman istifadə edirik, onu da deyək. Müəyyən artikel biz danışan və ya dinləyən hansı obyekt olduğunu bildiririk biz. Obyekt artıq əvvəldən qeyd olunubsa, unikal olan obyektlərdə istifadə ediriksə, misal üçün, günəş parıldayır, dizone shine'dır, dəyərli və kommt, müəllim gəlir və yaxud günəş parıldır mənasında istifadə etdikdə müəyyən artikeldən istifadə edirik. Müəyyən artikel biz bildik nə deməkdir? Hansı ki, konkret tanınan artıq məlum olan bir şeyi bizə bildirir. Yəni, hər hansı insandır, əşyadır və yaxud da yer olduğunu bizə bildirikdə istifadə etdiyimiz, yəni istifadə edə biləcəyimiz artikeldir. Qeyri-müəyyən artikel dediyimiz isə naməlum, qeyri-müəyyən, ilk dəfə bəhs edilən bir şey bizə bilir. Yəni, bir mənasını bizə bilir. Cümlədəki fərqlərdə necə olur? Misal üçün, tutalım bir dənə cümlə götürək. Deyək ki, der Hund läuft in Park. Baxın, qabaqsından qeyd edim ki, läuft, yəni burada A-nın üzərində 2 qoşa nöqtə qoyur. Biz ona hansı ki, umla işarəsi deyirik. Sadəcə mən şrifti dəyişə bilmədimə görə mən o işarəni qoya bilmədim. Bu cümləmizin mənası olur ki, o it parkda qaçır. Söhbət artıq hansı ki, konkret bir itdən söhbət gedir. Konkret bir canlıdan söhbət gedir. Baxın, deyirik, o it parkda qaçır. Əgər mən bunu qeyri-müəyyən bir formada demək istəyirəmsə, deyəcəm ki, ein Hund läuft im Park. Burada artıq deyirəm ki, bir it parkda qaçır. Qeyri-müəyyənlik bildirəm artıq. Baxın burada. Deyirəm, bir it parkda qaçır. Söhbət naməlumdur. Yəni, hansı itdən söhbət getdiyi bizə məlum deyil. Bir it parkda nə edir? Qaçır. İndi növbəti bir sualımız ola bilər ki, bəs biz bu artikelları cümlədə nə zaman istifadə etməyə bilərik? Yəni, artikellar nə zaman, belə deyək, tam uyğun olsun, nə zaman cümlədə biz artikel istifadə edirik? Əgər, baxın, cəm isimlərini istifadə ediriksə, misal üçün, deyirəm ki, mən pişikləri sevirəm. Tutalım, deyirəm ki, ich mag Katzen. Ich mag Katzen. Baxın, burada isimimiz nədir? Cəmdədir. Mən nələrdən xoşum gəlir, nəyi sevirəm? Mən pişikləri sevirəm dedikdə biz burada artikeldən istifadə etmirik. Baxın, qabaqda birinci qoyuram nə? Aşağıda yazıram. Birinci cəm isimlər olduqda nə etmirik? Artikeldən cümlədə istifadə etmirik. Nümunə olaraq yazdıq. Baxın orada. Yazıram orada hətta başlıq olaraq. Artikellar nə zaman istifadə olunur? İkinci bir əsas xüsusiyyət. İkincini biz deyə bilərik. Hər hansı bir peşədir. Baxın, ikinci burada qeyd edirəm. Peşədir. Millətdir və yaxud din bildirən isimlər olarsa, millət, din bildirən isimlər olarsa, yenə biz artikeldən istifadə etmirik. Baxın, nümunə olaraq qeyd edirəm burada, ikincinin qarşısında. Aslında deyirəm ki, bir peşə bildirirəm. ist Lehrer. O müəllimdir. Və yaxud gəlin bir dənə milliyyət bildirək burada. Misal üçün, Sie ist
Tür, Türkin. O Türkçtür. O Türk. Baxın, ya peşədir, ya milliyyət bildirdikdə, din bildirdikdə biz yeni artikellərdən etməyik, istifadə etməyik. Bundan sonra biz deyə bilərik, misal üçün, bəzi ölkədir, şəhərdir və küçə adlarında yenə biz artikeldən istifadə etmirik. Yəni, söhbət artikelsiz ölkələrdən gedir. Baxın, deyir ki, misal üçün, mən Almaniyada yaşayıram. Ich wohne in Deutschland. Ich wohne in Deutschland. Mən Almaniyada yaşayıram. Mən gedirik. Mən Almaniyada yaşayıram. Daha sonra biz nə deyə bilərik? Baxın, üçüncüyə deyə bilərəm ki, ölkədir. Söhbət bəzi ölkələrdən gedir. Bəzi ölkə dediyimiz artikel ölkələrimiz var və biz onu əzbərə bilməliyik ki, artikel ölkələr hansılardır. Artikel ölkələrdən başqa digər ölkələr onsuz da artikelsiz olaraq qəbul edirik və biz onları cümlə daxilində artikeldən istifadə edirik. Ölkədir, şəhərdir, şəhər adları desək biz onsuz da artikeldən istifadə etmirik. Küçə adlarında yenə dedikdə biz cümlədə artikeldən istifadə etmirik. Daha sonra biz deyə bilərik ki, dördüncü, məkan və yemək adları ümumi mənada, əgər ümumi mənada istifadə ediriksə, misal üçün məkan və yaxud yemək adlarında, onda biz artikeldən istifadə etmirik. Daha doğrusu maddə deyirəm və maddə bir də yemək adları. Məkan deyirəm, maddə və yemək adları. Əgər bu ikisini biz ümumi adda istifadə ediriksə, artikeldən istifadə etmirik. Gəlin deyək, misal üçün, mən kofe içirəm. Yəni, normalda mən bunu müəyyən artikeldə, qeyri-müəyyən artikeldə yaza bilərəm. Amma ümumi mənada olaraq da yaza bilərəm ki, ich trinke kafe. Burada sadəcə mən deyirəm ki, mən kofe içirəm. Ümumi mənada istifadə edirəm. Burada yazdım ki, yanında ümumi mənada. Ümumi mənada. Sonra biz bunu qarışdırırıq. Gəldik 5-ci hissədə bəzi sabit ifadələrdə biz bunu bəzi sabit ifadələr yəni artikeldən istifadə etmirik. Bəzi sabit ifadələr nə ola bilər? Misal üçün zu Hause bu evdə mənasına gəlir. Sonra maşın sürmək deyə bilərik biz burada. Autofahren. Başqa hansı hallarda biz artikeldən istifadə etməyə bilirik? Gəlin də yadımıza salaq. Yəni, son olaraq deyə bilərəm ki, bəzi təyinat hallarında artikeldən istifadə etməyə bilərik. Misal üçün, pul olmadan yaşamaq necə deyə bilərik? Ohne Geld leben. Pul olmadan yaşamaq. Bu tipli təyinat yəni ifadələrində artikeldən istifadə etmirik. Baxın, Geldin də hansı ilk hərfi nədir? Burada böyük yazılmalıdır. Pul olmadan yaşamaq. Baxın, bu bizim deməli hansı hissəmiz idi? Artikellər cümlədə nə zaman istifadə olunur? İlk 6 qayda ilə tanış olduq və bildik ki, artikellər nə zaman cümlədə istifadə olunur. Son olaraq mən nəyə qeyd edə bilərəm? Baxın, neqasion artikellarımız var bizim, inkarın artikelləri. Kaini yadda saxlama lazımdır ki, həmişə isimlərin qarşısında istifadə edirik. Yəni, isimlərə biz inkar etmək istəsək, onda biz nədən istifadə etməliyik? Kaini artikeldən. Kaini bizim inkarın artikelimizdir. Kişi cinsdə kaini olur, qadın cinsində kaini olur, orta cinsdə kain olaraq qeyd edirik. Cəm isimlərdə yenə isə kain olaraq qeyd etmiş olur. Gəlin buna aid bir dənə deyək. Misal üçün ismimiz olsun nə? Tual verəm das Auto. Das Auto bizim orta cinsli isimdir. Mənası maşın demək
maşın deməkdir. Misal üçün deyirəm, maşın yoxdur. Mənim maşınım yaxud da yoxdur. Ich habe kein Auto. Ich habe kein Auto. Maşınım yoxdur mənasına gəlir. Burada kayna qoymaqda əsas məqsədi ismimizin inkar edilməsidir. Bəs feilləri biz necə inkar edirik? Hansı ki, digər qaydalarda, daha çox modal feillərdə qeyd etmişdim. Əgər nicht gəlirsə, biz həm sifətən və feili inkar etmək istəsək cümlədə nichtdən istifadə etməliyik. Misal üçün deyirik ki, mən işləmirəm. Ich arbeite nicht. Ich arbeite nicht. Mən işləmirəm mənasına gəlir. Daha sonra hansı bizim possessiv artikellarımız var ki, onlar hansılardır? Mənim, sənin, onun, bizim, sizin, onların mənasına gəlir. Baxın, kişi cinsində olur mine. Qadın cinsində olur mine. Orta cins olaraq biz burada təzədən mine götürürük. Amma cəmlərdə isə biz burada mine olaraq qeyd edirik. Misal üçün, elə deyək ki, bu mənim maşınımdır. Maşın, baxın, yuxarıda yazmışam, das Auto, orta cinsdir. Orta cinsə gəlib pozitiv artiklimiz necə olur? Mine olaraq qeyd etmişik. Onda yazıram, das. Bu das nədir bəs? İşarə əvəzidir. O, bu mənasına gəlir. Ist mein Auto. Baxın, bu formada istifadə edə bilərik. Buradakı das özü işarə əvəzliyidir. O, bu mənasına gəlir. Artikel mövzusundan baxın, bu qədər. Ümumi şəkildə videonu bəyəndirsə bəyənməyi unutmayın. Videoyla bağlı hər hansı bir fikir bildirməyi, dostlarınızla bölüşməyi unutmayın. Təşəkkür edirəm. Sağ olun. Növbəti görüşlərə qədər.